B'nin üstü 2. Çıxılsın B'nin üstü 2. Və biz A kvadratı minus B kvadratını bu cür vuruqlara ayırmışdıq da A minus B, ötən dərsimizdə A plus B. Eyni düsturu bura tətbiq eləsək, onda A üstü 4, B'nin üstü 4, A çıxaq B, A plus B. Deməli, biz bu misalın içərisində, çalışmanın içərisində həm ortaq vurğu mötərizə xaricində çıxarılmasın, həm də müxtəsər vurma düsturlarına istifadə edib neynədik? Bunu vurğulara ayırdıq. Deməli, ikinci onda yazaq A kvadratı plus 2AB plus B'nin kvadratı bərabər idi nəyə? A plus B'nin çöldə nəyinə? Kvadratına. Tutalım ki, bizə belə bir çoxhədli verib. 2A kvadratı və ya 2x kvadratı yazaq. 2x kvadratı plus 8x plus 8. Bunun bizdən nəyi tələb olunur? Vurğulara ayrılması. Biz ən başda dedik ki, ortaq vurğu olarsa nəyi çıxartmaq lazımdır? Ortaq vurğu mötərizə xaricində. Hər üçünə bölünən 2'dir. Onda qaldı x kvadratı plus 4x plus 4. Uşaqlar, x kvadratı plus 4x plus 4. Nəyin çöldən kvadratıdır? X plus 2'nin neydi? Çöldən kvadratı. Onda bunu da yazarıq. 2 vurulsun. X plus 2'nin neydi? Çöldən kvadratı. Artıq fərqi nədir uşaqlar? Özünüz nədir? Baxa biləcəksiniz. Deməli, 9 minus 9'da 1 D'nin nəyi? Kvadratı. Uşaqlar, 9'u nə yazaram? 3'ün kvadratı. 9'da 1'i nə yazaram? 3'də 1'in kvadratı. D'nin kvadratı. Düzdür mü? Elə gəlin bunu neyini? Çöldən yazaq mı? Yazaq. Uşaqlar, A kvadratı minus nədir? B kvadratı. Onda bunun yazarıq 3 minus 3'də 1 D vurulsun 3 plus 3'də 1 D kimi. Gördüğümüz kimi A kvadratının yerində 3'ün kvadratı dayanıb. B kvadratının yerində nə dayanıb? 3'də 1 daha doğrusu 9'da 1 D kvadratı. Yəni 3'də 1 D'nin çöldən kvadratı. A çıx B, A plus B şəklinə gətirib nədir? Yazdıq. Növbəti baxaq ədədlərlə. 48'in kvadratı minus 32'nin kvadratı bölünsün 23'ün kvadratı çıxılsın 17'nin kvadratı. Yenə uşaqlar 48'in kvadratı çıx 32'nin kvadratını necə yazarıq? 48 çıxılsın 32. Aha. 48 plus 32. 23 çıx 17. 23 plus 17. Bərabər. Uşaqlar 48'dən 32 çıxandı. 16 vurulsun. 48'də 32. 80. 23'dən 17. 6. 23'də 17. 40. 40 ilə 80 ixtisar gedir, sürətdə 2 məxrəcdə 1. 16 ilə 6'nı ixtisar eləsək 2'yə. Burada nə qaldı? 3. Burada nə qaldı? 8. 8 2 neçə elədi? 16 3. Bu da elədi 5 tam 3'də 1. Deməli, A kvadratı minus B kvadratı düsturundan istifadə edib həm çoxhəddiləri vurğulara ayıra bilirik, həm də çoxhəddi ədədlərlə verildiyi halda biz artıq 48'in kvadratını ayrı tapıb, 32'nin kvadratını ayrı tapıb, 23'ün 17'ni bizim üçün ya kalkulyatordan istifadə eləməli, ya da ki, nədir? Bir sözlə ruçka dəftər bizə çox lazımdır, düzdürmü? Amma şifahi şəkildə yazandan sonra bunları artıq hesablamağa bacarırıq, heç bir çətinlik çəkmədən. Aha, bəli. Ancaq müxtəsərdir. Müxtəsər vurma düsturlarını 100% bilmək lazımdır. Uşaqlar, 5x kvadratı minus 6x plus 1.
Deməli, bu tip tənliklərdə nə edirik? Gördüyümüz kimi, heç bir müxtəsər vurma düsturlarında biz belə bir şey öyrənməmişik, düzdürmü? 5x kvadratı nəyin çöldən kvadratdır? Gedir irrasional ədədlərə. Bunun üçün nə edirik? Xırda bir tənasübdən istifadə edir. Tənasübdə nə yazırdıq? A-nın B-yə nisbəti bərabərdir C-nin D-yə nisbəti. O zaman biz bunu orta həddi 2 hissəyə bölərik. Orta həddi 2 hissəyə bölərik. Yeni dəyişən daxil edib götürəcəyik. Amma nəticə etibarıyla yenə nə olacaq? Mənfi 6x dəyişməyəcək. Amma birincinin uşaqlar ikinciyə nisbəti bərabər olmalı hökmən üçüncünün dördüncüyə nisbəti. Onda 5x kvadratı bunu yazsam minus 5x minus x plus 1. Bax fikir verirsinizmi? 5'in mənfi 5'ə nisbəti neynədir? Mənfi 1 elədi mi? Mənfi 1'ində 1'ə nisbəti yenə mənfi 1 eləyir mi? Onda birincidən nə çıxardarıq orta məxrəc? 5x-i, bəli. Nə qaldı? X minus 1. İkincidən isə təkcə mənfi 1'i çıxarsaq nə qalacaq? X minus yenə 1. Artıq 2 dənə biz nə tapmışıq? Aha. X minus 1'i çıxarsaq nə qalacaq? Birincidə 5x, ikincidə nə qalacaq? Mənfi 1 qalacaqdır. Çünki x minus 1'i çıxardırıqsa mütərizə xaricən inşallah bölüb çıxardırıq. Aydındırmı? Deməli burada x minus 1'ə bölsə bu hissəni, x minus 1 ilə x minus 1 gedəcək, yerinə nə qalacaq? Mənfi 1 qalacaq da. Onu çıxılsın 1. Deməli 5x kvadratı minus 6x plus 1'i həmişə ikinci hədd, ortadakı həddi, parçalayırıq, yaxud da ki, yeni dəyişən daxil eləyib, neyinirik, çıxırıq. Buna uyğun bir misal da tapaq buradan. Deməli, tapa bilsək. Aha, 3x kvadratı uşaqlar, minus 8x plus 5 bərabər. Yenə, A-nın B-yə nisbəti bərabər olmalıdır nəyə? C-nin D-yə. Onda biz mənfi 8x-i hansı iki hissəyə parçalayaq ki, birinci ilə ikinci, ikinci ilə üçüncü ilə dördüncü üst-üstə düşsün. 2 vur 4 yazsam, 3'ün 2'yə nisbəti, 4'ün 5'ə nisbətinə bərabər olacaq mı? Olmayacaq. Yaxşı. Özü cəm şəklində yazırıq. 6 vur. Vur yox, cəm şəkildə. Mənfi 8x-i elə yazmalıyıq ki, 3'ün buna nisbəti və bunun neçə? Mənfi 7. Yox, yox. Mənfi 7 də deyil, amma yaxınlaşmışıq. Mənfi 6. Mənfi 8'den 0. Xeyr. Mənfi 5. Xeyr. Uşaqlar, 3'ün nəyə nisbəti? Növbətinin 5'ə nisbəti. Aha, deyil. Mənfi 8. Mənfi 8 kvadratı. Cəmi mənfi 8x eləyəcək də, cəmi mənfi 8x eləyəcək. Mənfi 1. 4 plus Aha. mənfi 4. Bəli, mənfi 5, mənfi 3 kimi yazarıq. 3x kvadratı minus 3x minus neçə? 5x plus 5 kimi yaza bilərik də, düzdürmü? Deməli, 3'ün mənfi 3'ə nisbəti bərabərdir mənfi 5'in nəyə nisbəti? 5'ə nisbəti, bəli. 3x'i çıxarsaq nə qalacaq? X minus 1. Buradan da mənfi 5'i çıxarsaq yenə qaldı x minus 1. X minus 1'i çıxardarıq. Nə qalacaq? 3x minus 5 şəklinə gəlib düşəcək. Sonra baxaq. Uşaqlar, 9x'in kubu üstə gəlinsin 9y-in kubu. Yenə ilk öncə ortaq vuruq varsa nə edəcək? Mötərizə xaricdən çıxardacaq. Burada nəyi çıxardaq mötərizə? 9'u. Nə qaldı? Kubu üstə gəl y-in kubu. Uşaqlar, artıq müxtəsər vurma düsturlarında bunu öyrənmişik. 9. Birinci nə yazacağıq? Plus aha, x kvadratı minus x y plus y-in nəyi? Kvadratı. Deməli, belə idi də düsturumuz. A kubu plus B kubu bərabərdir. A plus B, A'nın kvadratı minus AB plus B'nin kvadratı. Eyni düsturdur. Burada biz AB kimi öyrənmişik, burada XY kimi yazılırdı. Fərqində isə, tutalım ki, bunun fərqi olsaydı.
9x-in kubu minus 9y-in kubu olsa, 9'u çıxartdığına qaldı. X kubu minus y-in kubu. Bu da bərabərdir. 9 çöldədir. X minus y vurulsun. Plus y-in kvadratı şəklinə gəlib düşəcək. Deməli, müxtəsər vurma düstur.